Salam kanal izləyiciləri, bugün sizlərlə yenə də belə bir blok sualı ilə qarşınızdayım. Gəlin başlayaq sualımıza. Deməli, x kvadrat minus 6x minus 2 tənliyin kökləri m-dir. Birincisi, bu tənliyin əgər kökləri m-dirsə, siz v teoremini bilirsinizsə, biləcəksiniz ki, m plus n 6-dır, özü müsbət 6, m vuranda mənfi 2-dir, şərtə görə. İndi baxın, bizə verdiyi ifadəni gəlin sadələşdirək. Məxrəci vurub asıram, x m kvadratı çıx 8m üstə gəl 2, m minus 16. Surətdə isə hazır müxtəsər vurma düsturudur. M plus n'in kubu minus 3 vurulsun m vur n plus m plus n. Və indi fikir versəniz, məxrəc m'in kvadratı minus 6m minus 16-dır. Bəs, əgər sizə deyirsə ki, bu tənliyin kökləri m'dir, deməli siz burada m'i yerinə yazanda nə alınır? M'in kvadratı minus 6m və minus 2 bərabər 0. Buradan alınır ki, m'in kvadratı minus 6m elə 2-yə bərabərdir. Ona görə gətirib bura məxrəcin yerinə 6 yazsaq, 2 yazsaq daha doğrusu, 2 minus 16 bu. Surət m plus n 6-dır göründüyü kimi, kubu 216, minus 3 vurulsun, m'imiz mənfi 2-dir, m plus n'imiz isə 6-dır. Hesablarsam əgər, 316 üstə gəl 36, bölünsün mənfi olur. Baxaq şöyə cavab nə qədər edər. Deməli, 2... 252. 252-ni də mənfi 14-ə bölsək əgər, mənfi 1 tam, hansı ki, 112, burada da 8 dəfə. Mənfi 18, doğru cavab C variantı.